Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclisi və Rza Səfərsoyun Hüquqlarını Müdafiə Komitəsinin birgə bəyanatı. Bakı şəhəri 31 oktyabr 2025-ci il. Biz Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclisi və Rza Səfərsoyun Hüquqlarını Müdafiə Komitəsi bu bəyanatla bildiririk ki, 2023-cü il 24 noyabr tarixində Azərbaycan Milli Müqavimət Hərəkatının təsisçilərindən və rəhbər şəxslərindən biri Alov, Azərbaycanın Ləyaqətli Övladlarının Vəhdəti Partiyasının sədri, hazırda Azərbaycan Xalq Parlamentinin millət vəkili, tanınmış ictimai siyasi xadim Rza Səfərsoyun evinə maskalı polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı ciddi prosesual hüquq pozğuntularına, həmçinin hüquqa zidd zorakılıq hallarına yol verilmişdi. Hücum zamanı Rza Səfərsoyun xanımı Təranə Səfərsoya qarşı fiziki təzyiq göstərilmiş, o 3 saatdan artıq müddətdə polis avtomobilində qanunsuz olaraq saxlanılmış, nəticədə fiziki və mənəvi travmaya, o cümlədən göz zədələnməsinə məruz qalmışdı. Rza Səfərsoyun özü isə qanunsuz şəkildə evindən aparılmış, onun yeri barədə ailəsinə və vəkilinə uzun müddət məlumat verilməmişdi. Bir neçə gün sonra məlum olmuşdu ki, Rza Səfərsoy Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci qanunsuz silah saxlama maddəsi ilə əsassız şəkildə ittiham olmuş, barəsində 3 ay müddətində həbs qəti imkan tədbiri seçilmişdi. Daha sonra bu müddət ardıcıl olaraq 4 ay, sonra isə 4 ay 20 günə qədər uzadılmışdı. Həbsdən sonra 4 aydan çox 128 gün onun ailəsi ilə görüşünə və telefon əlaqəsinə müstəntiq Elvin Ağayev tərəfindən qanunsuz qadağa qoyulmuşdu. Sonradan uydurma ittiham əsasında keçirilən məhkəmə proseslərinin nəticəsində Rza Səfərsoy barəsində 2 il 9 ay müddətinə azadlıqdan məhrum etmə hökmü çıxarılmışdı. O artıq 1 il 11 ay 7 gündür ki, heç bir cinayət törətmədiyi halda qanunsuz həbsdə saxlanılır. Hazırda Rza Səfərsoy Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin penitensiar xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində xalq arasında Tubzon adlandırılan müəssisə saxlanılır. Lakin onun müalicəsi təmin edilmir. Sağlamlıq durumu gündəlik olaraq ağırlaşır. Ailə və vəkilinin müraciətləri əksər hallarda cavabsız qalır və ya formal xarakter daşıyır. Rza Səfərsoy cəmiyyət arasında tanınmış ictimai siyasi xadim, Azərbaycan Milli Müqavimət Hərəkatının təsisçisi və Yüksək Məclis üzvü, Azərbaycan Xalq Parlamentinin millət vəkili, Alov Partiyasının sədri, Qarabağ müharibəsi iştirakçısı, 2-ci qrup hərbi əlil və ağır ürək xəstəsidir. Onun xəstəlikləri Səhiyyə Nazirliyinin məhkumların cəza çəkməsinə mane olan ağır xəstəliklər siyahısına daxildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78.2-ci maddəsinə əsasən belə hallarda məhkəmə qərarı ilə cəzanın çəkilməsindən azad edilməsi mümkündür. Yuxarıdakıları nəzərə alaraq bəyan edirik. 1. Rza Səfərsoyun həbsi və barəsində çıxarılan bütün məhkəmə qərarları Xəzər rayon məhkəməsinin hakimi Hüseyn Hüseynli, Bakı Apellyasiya Məhkəməsinin hakimi Emin Əliyev və Ali Məhkəmənin Kassasiya İnstansiyası tərəfindən çıxarılan qərarlar ədalətsiz, qərəzli və siyasi motivlidir. 2. Rza Səfərsoy siyasi məhbusdur və dərhal bəraət almalı, azad edilməlidir. 3. Onun həyatına və sağlamlığına dəyən ziyanın, həmçinin həbsdə baş verə biləcək istənilən hüquq pozğuntularının məsuliyyəti Azərbaycan Respublikasının mövcud hakimiyyət orqanlarının üzərinə düşür. 4. Azərbaycan həbsxanalarında dustaq, sıxlığı və qeyri-insani şərait hökm sürür. Bu vəziyyət insan hüquqları və beynəlxalq öhdəliklər baxımından qəbul edilməzdir. 5. Biz Prezident İlham Əliyevi humanist addım atmağa, amnistiya elan etməyə və günahsız insanların azad edilməsini təmin etməyə çağırırıq. Biz Azərbaycan Milli Müqavimət Hərəkatı və Rza Səfərsoyun Hüquqlarını Müdafiə Komitəsi olaraq beynəlxalq ictimaiyyəti, insan haqları təşkilatlarını, diplomatik nümayəndəlikləri və
media qurumlarını Rza Səfərsoyun vəziyyətinə diqqət yetirməyə və onun azadlığı uğrunda səsini qaldırmağa dəvət edirik. Bəyanatı imzalayanlar: Azərbaycan Milli Müqavimət Hərəkatının Yüksək Məclisi, Rza Səfərsoyun Hüquqlarının Müdafiə Komitəsi, Bakı şəhəri 31 oktyabr 2025-ci il.